Herkese salam. Bu videoda BMW ve Mercedes maşını hakkında danışacağım. İkisi de Alman avtomobilidir. Amma ki, niyə BMW Mercedes'ten daha çox sevilir? Bunun bir neçə səbəbi var. Sürüş hissi. BMW maşınları adətən sürüş zövqü üçün hazırlanır. BMW mühəndisləri maşının balansına, sürət müəmməsinə və döngələrdə davranışa daha aqressiv, daha idman stilində, daha gənclərə uyğun olur. Mercedes isə çox vaxt daha klassik və ciddi görünür. Gənclər BMW-ni daha çox sevir. Bir çox gənc sürücülər sport hissi olan maşınları daha çox sevirlər. Ona görə BMW gənclər, Mercedes biznes və lüks. Motorsport tarixi. BMW uzun illər yarış dünyasında da çox məşhurdur. Məsələn, BMW M3, BMW M5 bu modellər performans sevənlər üçün çox məşhurdur. Amma Mercedes də çox güclü markadır. Bu maşınlar lüks, texnologiya baxımından çox məşhurdur. Əslində ikisini də müqayisə etsək, ikisi də çox güclü markadır. Sadəcə biri daha sport, digəri isə daha komfort və lüks üzərində qurulub. İzlədiyiniz üçün təşəkkür edirəm.